2026-cı ildə Bakı metrosu yeni dövrə keçəcək. Gediş haqqı sərnişinin qət etdiyi məsafəyə görə ödəniləcək. Bu barədə Bakı Metropoliteni QSC-nin Maliyyə Departamentinin rəisi Kamal Hüseynli tarif dəyişikliklərindən danışarkən vurğulayıb. Rəis qeyd edib ki, hazırda vahid tarif modeli tətbiq edilsə də, analitik qiymətləndirmələr davam etdirilir. Məsafə, zona və sərnişin segmentlərinə əsaslanan diferensial tarif modelləri üzərində aparılan təhlillər gələcəkdə daha balanslı və iqtisadi cəhətdən əsaslandırılmış tarif mexanizminin formalaşdırılmasına imkan verə bilər. Bəs metroda məsafəyə görə gediş haqqı necə hesablanacaq? News24.az məlumat verir ki, nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı musavat.com-a açıqlamasında qeyd edib ki, ictimai nəqliyyatda tariflərin diferensiallaşdırılması bir çox ölkələrdə, xüsusilə Avropada uzun illərdir tətbiq edilir. Bu modelə əsasən sərnişin neçə stansiya və ya neçə kilometr yol qət edirsə, ödəniş də buna uyğun hesablanır. Ən çox istifadə olunan yanaşmalardan biri pilləli tarif sistemidir. Qısa məsafə qət edən sərnişin minimal ödəniş edir. Məsələn, 2-3 stansiya üçün daha aşağı tarif tətbiq olunur. Məsafə uzandıqca gediş haqqı da tədricən artır. Bu zaman mərkəzi ərazilərdə hərəkət edən sərnişinlə daha uzaq məsafəyə gedən sərnişinin ödədiyi məbləğ arasında fərq yaranır. Adətən mərkəzdə yaşayanlar şəhərin kənar ərazilərində yaşayanlarla müqayisədə daha az ödəniş edirlər. Ancaq burada düzgün planlaşdırma aparılmalıdır ki, sosial balans pozulmasın və müəyyən narazılıqlar yaranmasın.